Türk abimiz yazıb ki, selam, nasılsınız, iyi misiniz? Ben Utindi şərbətini bulamadım. Utindi şərbəti Azərbaycandadır. Türkiyədən sən bula bilməyəcəksən onu. Amma yağı və tozunu buldum. Nasıl kullanmam gerekir, söyler misin lütfen? Abi, demək, yağını hər burun dəliyinə 2-3 damcı tökürsən. Səhər, günorta, axşam qulağa da tökə bilərsən. Bu mağaralara da vura bilərsən. Bax, Haymorit, Frontit mağaralarına vurursan. Bu belə. Sonra tozu. Əgər mədəndə, bilmirəm türk dilində mədə nə deməkdir. Problem yoxdursa, yeməkdən 1 saat qabaq 1 çay qaşığı dilin üzərinə qoyulur. Bir tatlı qaşığı da mən bilən. Dilin üzərinə qoyulur, 1 stəkan sudan içilir. Səhər axşam elə. Əgər midəndə problem varsa, bunu yeməkdən 1 saat sonra içirsən. Amma sən, gözəl kardeş, bundan tapmısansa, Azərbaycanın olan, herbafloranın olan, sən sağalacaqsan, şəfa görəcəksənsə. Yox, oradan Türkiyədən almışsansa, başın bıraq.